Salamlar hər kəsə. Ümid edirəm ki, hər biriniz yaxşısınız. Bugünkü videom imtahanı olacaq 9-lara həsr olunmuşdu. Hansı ki, şagirdlərim paxıllıq elədilər ki, mənimlə 11-ləri nəzərə alıb video çəkmisiniz. Motivasiya videosu deyirlər, amma mən motivasiya deməzdim, nələrə fikir verməlidirlər. O haqda sizə düzgün istiqamət verməyə çalışmışam həmişə. İstədim ki, 9-lar üçün də qısa, editləməmiş, hazır çəkilən kimi paylaşmağı düşündüyüm videolardan biridir. Hansı ki, elə olanda elə bilirəm ki, həqiqətən də baxış sayı da çox olur. Ümumiyyətlə, mənə elə gəlir ki, mən ancaq motivasiya deməyim də, bu formada psixoloji söhbətlər edib video paylaşım. Çünki nə vaxtsa dərs paylaşanda onlara olan baxış sayı daha azdır, nəinki bu tipdə videolara. Nəsə, xeyirlisi həmişə demişəm şagirdlərimə ki, hərəniz bir cürəsiz həqiqətən. O qədər izah paylaşırıq, ona bu qədər baxış gəlmir. Yəni, həqiqətən də onda başa düşürsən ki, yəqin şagirdlərin dərsdən çox düzgün istiqamətə, motivasiyaya ehtiyacı var ki, buna daha çox baxış, yəni YouTube videosunda baxış sayı buna daha çoxdur. Həmçinin də bilirsiniz ki, digər sosial şəbəkələrdə də nəyəsə silməyəcəm, səsim titrəyə bilər, ya necə deyim, sözlər qarışdıra bilərəm yorğunluqla əlaqədar, çünki indi təzə olaraq gəlmişəm. Və bundan sonra başlayacağım öz yay qruplarım haqqında şagirdlərə ev tapşırıq verməyə. Deməli, onu başlayaq ki, əziz 9-lar, imtahan məncə heç çətin olmayacaq. Çünki bunu nə təsdiqləyir? Model testlər. Düzdür, mən bu günlər 9-larımı işlətdim. Demədilər asandır. Yəni, onlaynlarım dedi ki, müəllimə asandır. Amma əyani şagirdlərimdən 20 yanvar filialında olan şagirdlərdə hərəsində 1-2 səhv çıxdı. Diqqətsizlik səhvləri idi, tələsirlər, bilmirəm, yəni biz bu tələskənliyi necə düzəldəcəyik? Düzəltmə yolunda danışacağım, nələrlə biz bunu düzəldə bilərik. Yəni, eyni problem əksər istər 9, istər 10, istər 11-ci sinif şagirdlərdə var. Bu problem məncə, belə deyim, qısa videolara baxmaqdan demişdim, irəli gələ bilər. Bir də yuxu rejimi, həmişə deyirəm. Yəni, yuxu rejimi çox önəmlidir. Yəni, 12-dən gec yatmırsınız uşaqlar. Yəni, diqqətsizlik səhvləri, yəni nevropatoloqlar belə, yəni psixoloqlar da deyə bilər. Yəni, yuxu rejimi həqiqətən beynimizdə çox şey həll eləyir və dəngələyir tüklər demiş. Əsas məsələ diqqətsizlik səhvi eləmək və bunun qarşısını almaq üçün normal yuxu rejimimiz olması lazımdır. Bir də onu danışım ki, sizə uşaqlar, yəni 9-cu siniflərdə çox da belə deyim, vav, qorxulası və yaxud da həyəcanlı olası bir şey yoxdur. Desəz niyə? Səbəb odur ki, yəni bundan sonra misal üçün 11-lər kimi, buraxılış balı kimi hesablanıb imtahan balına təsir ediləcək bir şey yoxdur da. Düzdür, kollecə hazırlaşa bilərik və kollecə hazırlaşanlar üçün də kifayət qədər bal yığıla bilər deyə düşünürəm. Çünki nə ingilis dili, nə Azərbaycan dili, nə də riyaziyyatdan inanmıram çox dərin suallar düşər. Təbii ki, tam balı, 100 bal yığmaq üçün 1-2 sualda çətinliklər olur, hər il olur. Bu ingilis dilindən də bu arada onu deyim ki, ingilis dilindən də daha çox leksik suallarda bu şagirdlər çaşdırır, oxşar sözlər salırlar. Və mən ona görə həmişə şagirdlərə demişəm ki, mən bu vaxta kimi 11-ləri də, onlarda 9-larda bir qrupda hazırlamışam. İndi imtahan sistemimdə fərqliliklər oldu deyə, 11-də tamam fərqli format oldu deyə, yəqin ki, bu il 100% ki, 9-larla 10-11-ləri ayıracağım. İnşallah alınsa 9 götürəcəm. Hələ dəqiq bilmirəm 9-u götürüb götürməməklə əlaqədar. Hələ beynimdə tam fikir formalaşmayıb. İnşallah dərslərimlə bağlı bu həftə ərzində ümumi, belə deyim, qrafiklərdə təyin edəndən sonra sizinlə hansı günlər harda olacaq, onlaynlar necə olacaq, əyanələr harda olacaq, o haqda hər birinizlə məlumat paylaşacağam. Sözüm hara getdi, nə danışdım, özüm də yadımdan çıxır. Gözün yadıma salım nəyi danışırdım. İmtahan səviyyəsindən danışırdım. İmtahan səviyyəsi məncə çətin olmayacaq. Niyə? Qrammatikadan ümumiyyətlə mənim videolarıma həqiqətən baxmısınızsa hamısına, yəni oradan kənar heç bir şey yoxdur. Bütün imtahan izahlarıma baxmısınızsa, kənar heç bir şey düşməyəcək. Bir dənə bu to be due to var ha, to be due to be about to be able to. Bunlara modal feillərdə fikir verin. Hansı ki, bunlar to ilə işlənir. Modal feillərdən sonra to gəlmir. Hansı modallardan sonra gəlirdi? Məsələn, ought to-dan sonra gəlirdi, to be able to-dan sonra gəlirdi. Bunlara xüsusi diqqət. Sonra need modal feil kimi necə olur, need belə deyim, əsas feil kimi necə olur, onlara fikir verin. Yəni, modal feildən 100% ki, bir sual var. Passive voice-dan 100% ki, bir sual var. Məsəl üçün, model testdə verib sənə cümləndə 2 tamamlığın var deyə 2 tamamlıqla veriblər. Ya da verilmiş cümlənin mübtədasını çevrilmiş cümlədə salanda by ilə yox, to sözünün üstündən veriblər.
Yəni onu yadda saxlayın ki, əgər verilmiş cümləndəki mübtədan, əgər dəyişmiş cümləndə işlənirsə, mütləq bay sözünüzündən işlətməlisən. Həmçinin bəlkə sizə sual cümləsi düşdü. Sual cümləsini dəyişin. Baxın, bu da düşə bilər. Və tərcümə. Leksikoloji suallardan azı 2 dənə, 3 dənə düşəcək. Biri definition olacaq, bilirsiniz. Biri sinonim sualı, ya antonim sualı olacaq, onu da bilirsiniz. Yəni buna baxmalısınız. Biri də boşluğun yerinə düzgün sözü qoymaq. Yəni o da söz bazasıdır. 3 dənə sualımız 13 dənədən o olacaq. 10 dənə qrammatik suallar olacaq. Və həmçinin də biz qrammatikanı yaxşı bilməliyik. Niyə? Çünki əsas məsələ gəlirik esseyə və essedən bilirsiniz ki, 9-cu siniflərdə tam balı toplamaq 11-lərinkindən daha çətindir. Bu iki 11-ləri nəzərdə tuturam. Daha çətindir. Niyə? Çünki 11-lərdə azı 4-5 cümləni sən fikrini yekunlaşdıra bilərsən. Amma 9-lar nə etməlidir? Şəkilə baxmalıdır. Şəkildəki bütün hissələri təsvir eləməlidir. Özündən də fikirlər yazmalıdır və bu cümlələr mürəkkəb olmalıdır. Həmçinin bağlayıcılardan istifadə olmalıdır. Linking words-lərdən istifadə, zaman uzlaşması, ona xüsusi fikir verirsiniz. Mübtəda ilə xəbərin uzlaşmasına fikir verirsiniz. Mübtəda təkdirsə xəbər tək, mübtəda cəmdirsə xəbər cəm olur. Yəni buna baxırsınız. Esse necə yazılmalıdır? O haqda video paylaşmışam. Bugün inşallah ya sabah bir qrammatika sınavının izahını paylaşacağım. Bir də inşallah editləyə bilsə menecerimiz short tekstlər haqqında da mən sizə video çəkmişəm. Təxmini 20 dəqiqəlik video olmalıdır. Onu da bir neçə təxmini 7-8 dənə short tekstin üzərində düzgün istiqamətlər vermişəm. Çox istəyərdim lap əvvəldən olsun, amma ki vaxt məhdudiyyəti ilə əlaqədar alınmadı. Yəni onu da çəkmişəm. Demək olar ki, hər şey haqqında da sizə məlumat vermişəm. Dərs izahlarım da mövcuddur. Mütləq şəkildə yeni bir şeylər öyrənməyi artıq dayandırın. Bildikləriniz mövzular üzərində çalışmanız lazımdır ki, dediyim kimi, o to be able to be due to və yaxud da to be about to və bunlar 100% düşəcək. Yəni buna xüsusilə fokuslanırsınız. Sonra article bir dənə dəqiq düşəcək, quantifiers bir dənə dəqiq düşəcək və quantifiers tərcümə ilə düşəcək. Yəni yalnızca qrammatik bilik burada lazım deyil, tərcümə də bizdə önəmlidir. Ona da diqqət edirsiniz. Zaman mütləq şəkildə, zaman uzlaşması mütləq şəkildə düşəcək. Həmçinin də sual cümlələri düşə bilər. So da, nəzə, doya düşə də bilər, düşməyə də bilər, amma onlara da baxmanız lazımdır. İnanmıram, o da çətin düşsün. Sonra başqa ağlımda nə qaldı? Sifət zərfdən çox dərin sual düşəcək deyə düşünmürəm, amma hər il deyirəm ki, bir də gördünüz, türklər demiş tərs köşə elədilər, sifətlə zərfi qarışıq salıb bir sual sala bilərlər. Çünki keçən il gördüm ki, həqiqətən keçən ilin ingilis qrammatikası 9-larda daha çətin idi, nəinki 11-lərdə. Və 2 dənə sual həqiqətən çətin idi. Necə? Biraz lap passive voice-un ən dərin suallarından salmışdılar. Yəni bunu da yenidən biz görə bilərik qrammatikada. 1-2 suala çətin düşə bilər deyə düşünürəm. Amma dinləmədə heç bir çətinliyin olacağını düşünmürəm. Dinləmə çox rahat olur. Həmçinin biz 9-un dim toplusunda da bunu görürük ki, çox rahatdır. Sadəcə sizdən xahiş etdiyim, söz önlərinə fikir verin. Misal üçün, söz olduğu kimi deyir. Söz önündə misal üçün till, until sözlərinə short tekstdə fikir verin. Misal üçün, in front of yaza bilər. Misal üçün, in front of deyil. Misal üçün, onun tamamilə antonimini yaza bilər sizin üçün. Yəni, bir sözü görəndə bir cümləni o dəqiqə tələsməyin ki, bu cümlə düzdür. Ola bilər, not hissəciyi verə bilər sənə. Qısaca no deyə bilər. Yəni, onlara baxırsınız mütləq şəkildə. Yəni, uça-uça yazmırsınız. Diqqətli şəkildə şərtləri analiz edirsiniz. Altından xətt çəkə-çəkə. Üzrünü sayın. Yəni, nə edirsiniz? Altından xətt çəkirsiniz yer bildirən sözlərin, altından xətt çəkirsiniz zaman bildirən sözlərin. Həmçinin də nələrin altından xətt çəkirdi? İnsan adlarının altından xətt çəkirsiniz. Həm dinləmədə, həm də short tekstlərdə, mətndə də. Ola bilər ki, short tekstdə tamamlıqla mübtədanın yeri dəyişsin. Buna da xüsusi diqqət. Hərəkət bildirən sözlərə diqqət edin. Hansı ki, hərəkət bildirən sözün sinonimindən də istifadə edə bilər. Həmçinin də sinonim yox, adi fərqli bir söz də yaza bilər. Yəni, bizə burada nə lazımdır? Yenə söz bazası. Birinci növbədə biz tam almaq istəyiriksə, söz bazası tam yerində olmalıdır, diqqətimiz tam yerində olmalıdır, yuxumuz tam yerində olmalıdır. Maşallah 10 dəqiqəyə artıq çatır. Mənim danışmağım həmişə deyirəm, qısa eləyəcəm, bacara bilmirəm. Qrammatika öz yerində olmalıdır. Sinonim, antonimlərdə mütləq lazımdır. Yəni, məndən soruşsaq ki, mənimə, biz bundan sonra nə edəyək? Bilirik ki, dinləmə çox çətin düşməyəcək. Short tekstlərdən birində bir ibnə sual mütləq ən pis suallardan biri olmalıdır. Mütləq də, yəni, elə bir sual olacaq ki, tamamilə diqqətinizdən yayınacaq. Yəni, istər-istəməz imtahanın biraz da stresi varsa sizdə, 100% gedib o səhvi eləyəcəksiniz, yəni adım kimi əminəm.
Ona görə bir-bir analiz edin, tələsməyin. Ən deyir tuzaq sorular short tekstlərdə olacaq uşaqlar. Yaxşı. Yəni mətnin özü heç çətin olmayacaq. Açıq suallar falan mətni. Onsuz 2 açıq sualım var da. Bir qrammatikada. O da çox çətin olmur. Ya sinonim, antonim düşəcək, ya da isimə aid bir şey olacaq. Bir də mətndə true, false aid yəqin bir sual olar. O da çətin olmur. Short tekstlər ən çətin ola bilər. Necə? Üçündən biri biraz çətin ola bilər ki, elə olur normalda. Ya rəsmi olur. Buna da xüsusi diqqət edirsiniz. Yəni məndən olsa kim əgər 9-cu sinif topluda ən sondan 20 dənə, 30 dənə o short teksti işləməyibsə, mən dərsin özündə şagirdlərlə işləmişəm, şifahi şəkildə işləmişəm. Mütləq şəkildə onlara baxın şagirdlər, yaxşı? Mütləq bu hər biriniz üçün çox önəmlidir. Short tekstlərə baxırsınız, sonra onun arxasında olan keçən ilin 9-cu sinif imtahanını işləyirsiniz. Həmçinin əlavə olaraq da hansı bölmədə çətinliyiniz varsa, boşluqlarınız varsa, ona bir təkrardan baxın, bir keçirdin. Və vaxtınız da varsa, dediyim kimi, sinonim, antonim nə qədər öyrənsəz, sizin üçün plusdur. Ona da xüsusi şəkildə diqqət edirsiniz. İnşallah ki, yaxşı olacaq. Hər birinizə də inanıram. Yəni, həqiqətən həmişə demişəm bunu şagirdlərə ki, heç vaxt çəkilən əziyyət, lap bunda olmasa belə, qabaqda, gələcəkdə bir şeydə mütləq şəkildə qarşınıza çıxacaq. Siz əsas məsələ özünüzə güvənin. Nə bizim sizə olan sevgimiz, nə valideynlərin sizə olan sevgisi bir qram belə əksilməyəcək imtahandan sonra. Sadəcə valideyndir də bir söz deyə bilər. O da sizin əziyyətinizi görübsə və yaxud da çox çalışdığınızı və yaxud da çalışmadığınızı görübsə, ona yanıb tökülərək, yəni fikrini bildirə bilər. Bu da çox ekstra normal bir şeydir. Həyatda ən əsası canınızın sağlığından önəmli heç nə yoxdur. Və ən yaxşı oxuyan şagirdlərimdə bu həyəcan var. Müəllimə birdən 100 bal olmaz və yaxud da yüksək bal olmaz. Belə olar, elə olar, birdən 300 olmaz. Yəni olmasın. Yəni onu bir düşünün. O ehtimalı həqiqətən düşünün. Deyin ki, olmadı. Nə olacaq? Dünyanın axırı olacaq. Yəni onu bir gözünüzün qabağında təsvir edin ki, bunu eləsəz, bu baş versə nə ola bilər ki? Nə kimi ciddi bir şey baş verə bilər ki? Onu bir düşünün, görürsünüz ki, heç nə olmayacaq da. Və yaxud da sənin gələcəkdəki, belə deyim də, iş həyatında, karyeranda nə kimi önəmi olacaq ki? Bu dəqiqə 700 bal yığanlara müraciət eləsəz, deyəcəklər ki, burada heç bir fərq yoxdur. Onsuz ki, 700 bal yığan da, 650 plus bal yığan da, bəlkə elə ola bilər ki, 650 plus 700-dən daha dünya görüşlü, daha savadlı, daha özünü inkişaf elətdirmiş tələbədir. Düzdür? Ona görə diqqət edirsiniz, öz gələcəyinizə fokuslanırsınız, gələcəyiniz üçün lazım olan bacarıqlarını inkişaf elətdirirsiniz. İmtahan həqiqətən də bizim heç vaxt savadımızı ölçmür, heç vaxt. İmtahan sadəcə bizim nə qədər diqqətli olduğumuzu ölçür. Yəni bilirəm, bəzi insafsız sistemlərin olduğunu da bilirəm. Məni yandırıb tökür, misal üçün o saatda şagirdin sadəcə 2 saat yarım vaxtı var, 2 saat hətta 20 dəqiqə vaxtı var. Bu qədər sualı yazmağa və qalanı lazımdır koddaşdırmaya vaxt ayırmaq, çünki açıqları yazmalıdırlar. Yəni bu insanı həqiqətən yandırıb tökür və təhsilə soyudur. Yəni mən onun daha çox tərəfdarı olardım ki, imtahanlar şifahi olsun və həm şagirdin nitqi inkişaf eləmiş olacaqdır, həm danışığı, həm də düşüncə tərzi məncə daha yaxşı inkişaf edərdi. Nəinki bu formada robot şəkildə şagirdləri biz belə deyim də yetişdiririk. Sözün əsl mənasında bəzi hissələrdə dəyişikliklərə həqiqətən də ehtiyacımız var. Mən hələ də ümidimi kəsmirəm, gözləyirəm ki, gələn ilin 11-lərində nəsə bir dəyişiklik olsun. Çünki o esse yazılması, bir var 35 sözdən ibarət esse 9-larda, amma 11-lərdəkinə heç ürəyim açıcı nəticələr 11-lərdən gözləməyəcəm. Olacaq, mənim şagirdlərimdən olacaq 100% ki, indi başlayırıq artıq işləməyə. Amma ümumi biz faizə fikir versək, həqiqətən də ingilis dilinin səviyyəsi konkret o səviyyəyə gətirib çıxarırlar ki, ayət səviyyəsində olsun, amma bu səviyyədə tədris bizim məktəblərimizdə yoxdur deyə bu çox acındırıcı bir vəziyyətdir. İnşallah ki, ümid edirəm ki, yenə də gec deyil, dəqiq belə deyim, ortaq bir normal şəkildə bir qərar ortaya çıxardarlar. Çünki bu il həqiqətən də imtahanlardan da gördük ki, nə qədər narazılıqlar oldu və ildən ilə bu narazılıqlarımız artır. İnanmıram, amma 9-larımızda bir problemlər olsun. Yəni, onu da dediyim kimi, bir həyati bir şey daşımır 9-ların imtahanı. İnşallah ki, amma ümid edirəm ki, hamı çəkdiyi əziyyətə görə bəhrəsini görəcək. O qədər şagirdlər var ki, qırmızı attestat almaq istəyir. İnşallah ki, əldə eləyərlər. Bir dənə dediyim kimi, xahiş elədiyim şey, essedə çox diqqətli olmanız lazımdır. Əgər vaxtınız varsa, Azərbaycan dilində yazıb, ingilis dilində tərcümə edin. Əgər yoxdursa da yazandan sonra ən azı 3 dəfə yoxlayın şagirdlər, səliqəli şəkildə qaralamadan. Yaxşı, əgər qaralayacaqsınızsa, bu da sizin balınıza təsir eləyə bilər. Məntiqi əlaqə qurulmalıdır, linking verslər yazılmalıdır və hər bir şəkili mütləq şəkildə
eyni formada, şəkildə olan təsvirləri cümlə şəklində yazmağa özən göstərin. Çox diqqətli olmalısınız çünki ona xüsusilə fikir verirlər. Və tamamilə fərqli bir fikir də yazmayacaqsınız. Özünüzdən bu şəkildə uyğun olan kreativ fikirlərinizi də yaza bilərsiniz. Nə baş verdi, ya nə bilim, hekayə qurmalısınız da konkret. Yəni kreativlik burada bizə lazımdır. Belə. Və nə qədər vaxtınız varsa, həmişə bunu deyirəm şagirdlərə, müəlliminizdən tələb eləyin ki, lap vaxtınız yoxdursa gedib yoxlatmağa, şəklini çəkin, müəllimə atın, deyin ki, müəllimə bunu zəhmət olmasa yoxlayın. Yəni bundan sonra sizin ən çox inkişaf etdirməli olacağınız şey short tekstlərdir və bir də essenin yazılmasıdır. Hansı ki, bu bizə imtahanda 5 meyardan 16.75 bal verir ümumi bal. İnşallah ki də buna nail ola bilərsiniz. Biraz çətini çəkəcəyiniz şey budur. Amma mütləq şəkildə hansı şagird ki, esseni yazmağı düşünmür, ən azından 1-2-3 cümlə də olsa fikrini bildirməyə çalışsın ki, bəlkə ondan da heç olmaya 1 bal verdilər. Yəni 3.3-də, 33 balda 3.33 bal olmalı, səhv eləmirəmsə. Yəni o da az bal deyil, yəni. Digərləri necə olurdu? Bilirdik ki, qapalı və açıq sualların ümumi balı eynidir, 3.33 bal. Bir dənə bizim essemiz 16.75 bal tələb eləyir. Allahın izni ilə hər birinizdə də yaxşı olacağına inanıram. Videonu çox uzatmadan sonlandırmaq istəyirəm. Həmişə şagirdlərimə deyirəm, yenə də deyirəm, mükəmməliyyətçi olmursunuz. Həyatda hər şey 100%-dür deyə bir şey yoxdur. Həyatda heç bir insan yoxdur ki, o da 100% olsun. Heç bir tələbə də yoxdur bu arada. Yəni siz belə olduqca sadəcə və sadəcə özünüzü ziyan etmiş olursunuz. Yaxşı, yəni özünüz bəlkə də qabağa gedə bilərsiniz. Amma ki, bu xarakteriniz sayəsində həm səhhətinizə təsir edirsiniz ki, müəllimə bu elə xarakterdən əziyyət çəkən insan danışır. Nə qədər kitablar oxuyaraq, ya nə bilim, dəstək alaraq, analiz edərək bu nəticələrə gəlmişəm. Ən azından mənlə sizin aranızda bir təxmini 10 yaş fərq var da, təcrübə danışır, sözə qulaq asın. Həqiqətən də mükəmməliyyətçi olmağın heç nəyə xeyri yoxdur. Həyatınızda yaşayın, yaxşı mənada yaşayın, hobilərinizə də önəm verin. Nə istəyirsinizsə onun arxasınca gedin, xəyallarınızdan heç vaxt vaz keçməyin və həyatda hər şey ancaq oxumaq deyil, onu da yadda saxlayın deyirəm. Yəni, həyatınızı yaşamağı da bacarın, dincəlməyi də bacarın, amma yadda saxlayın ki, əgər özünüzü yaxşı yerdə gələcəkdə hər şeyi özünüzü eləmək istəyirsinizsə, öz valideynləriniz olsa belə, öz ayaqlarınızın üstünə durub valideyn edəcəyi bir şey sən özün də eləyə bilərsən. Necə ki, müəlliməniz eləyib bunu, Nələ xanım olaraq eləyib, belə deyim də. Onu mənim valideynim eləyə bilməzdi. Təbii ki, eləyərdi. İndi bu dəqiqədə eləyər. Məndən olsa hələ mən deyir ki, heç işləməm. Nə lazımdır, mən sənə eləyərəm də. Yorulursan, sənə olmaz yorulmaq falan filan. Deyirəm ki, yox. Həm bu potensialım var, şagirdlərim niyə bundan faydalanmasın? Həm də özüm istəyirəm ki, özüm öz qazancı olsun. İstədiyim hər şeyi özüm ürəklə eləyim, ürək rahatlığı ilə eləyim və bu da mənim həqiqətən də motivasiyamı artıran şeylər bunlardır. Sizə də elə olmağı arzulayıram. İnşallah ona fokuslanın ki, gələcəkdə də yaşınız artdıqca da kiməsə belə deyim, arxayın olmayın. Laf valideynləriniz olsa belə o düşüncədə olun ki, oxuyuram, özüm üçün oxuyuram. Kimsənin fikrinə görə, kimsənin xəyalını gerçəkləşdirmək üçün oxumuram. Yaxşı. Qarşınıza məqsədi onu qoyun və ürəyinizdə nə ixtisas varsa, peşə varsa, onun ardınca gedirsiniz. Əsas məsələ gələcəyi olan bir ixtisasa yönəlsəz, lap yaxşı. Təbii ki, kolleclər, burada kollecə verənlər də olacaq, onu da istəmirəm. Amma mən daha çox ali təhsilin tərəfdarıyam. Lap o olmasa belə fərqli bacarıqlarınızı mütləq şəkildə inkişaf elətdirirsiniz. Buna mənə olan sözünüz olsun. Nəsə, random içimdən gələn hər şeyi sizinlə danışmağa çalışdım. İndi YouTube kanalıma da yükləyəcəm. Siz də fikirlərinizi paylaşa bilərsiniz ya da imtahandan sonra necə, yəni imtahana hazırlaşırsınız da, belə deyim, necə hisslər yaşayırsınız, imtahandan sonra da imtahan necə keçdi, bu haqda məlumatlarınızı paylaşsanız çox xoş olar. Özünüz də bilirsiniz ki, baxıram mesajlarınızın hər birini cavablayıram və şagirdlər də bir-biri ilə ünsiyyət qurmuş olur. Belə, bayaqdan 100 dəfə sağollaşdım, heç olmaya 20 dəqiqə olmamış. Videonu sonlandırıram. Allaha əmanət olursunuz. İnşallah növbəti videolarda görüşənə qədər. Növbəti videom çox ehtimal ki, bundan sonra yəqin ki, imtahan izahı olar. Short text və dediyim kimi grammar sınağının da izahını yaxın zamanlarda paylaşacağım. Sağ olun.